Heç zaman ana, qadın, xanım həyat yoldaşının başına dolanırsa, o alçalmır, valla, ucalır. Qorxur adam belə şeylər danışmaq, bir dənə feminist çıxacaq deyəcək, nə oldu bu bunun? Yox, özü xoşbəxt olur o müddət. Kişidən mənfi xüsusiyyət də varsa, başına dolan, onu da tərbiyə edəcəksin. Həyat yoldaşının həm də bir analıq xüsusiyyəti var kişinin üzərində. Həyat yoldaşının, qadının hökmranlığı var. Mərhəmətlə elə təsir eləyə bilər ki, kişi mum kimi əriyər onun qabağı. Hətta ən ağır xasiyyətli kişinin də təsir eləyər, eləməsə də yenə də o ilə dirənməkdənsə güzəşt eləyəndə daha yaxşı olur. Və kişiyə qadın, ana, ataya nüfuz verərsə, avtoritet verərsə, ata evə girəndə hər gün elə bir hadisədir, durun ata gəlib, qaçsın qabağına falan, qorxudan yox, hörmətdən. O kimi atanın, ata da ki, bundan sui-istifadə eləməsin. Kişi də bundan sui-istifadə eləməsin, fironluq eləsin. Yox, kişi də məhəbbət göstərsin.